Doğma Azərbaycan xalqını salamlayıram. Dünya Azərbaycanlıları salamlayıram. Şəhid anaları qarşısında baş əyirəm. Şeiri Astara rayonunun Əzərül kəndində doğulan 2016-cı il aprel döyüşləri zamanı Tərtər Talış dağı istiqamətində düşmənlə döyüşən Pəncəli Teymurovun cəsarətinə, qəhrəmanlığına həsr edirəm. Cəsarət dastanı yazdı Pəncəli. Ömrünü pay verdiyi vətənə elə, fəxrdir, hünərdir o doğma elə. Dünya alqışdır millətə elə, cəsarət dastanı yazdı Pəncəli. Doğma Əzərüldə gəldi cahana, şöhrəti nur saçır bugün hər yana. Mərd, qorxmaz oğuldur Azərbaycana, düşməndən qisası aldı Pəncəli. Düşmənlə başlandı aprel savaşı, silahı tuşladı düşmənə qarşı. Vətən nərə çəkdi, dil açdı daşı, düşməni sümbül tək biçdi Pəncəli. Kimliyin göstərdi qəddar cəllada, adı məşhurlaşdı eldə, obada, qəhrəman aldığını aldı davada. Məharət dastanı yazdı Pəncəli. Düşmənə ürəyi nifrətlə dolu, xalqımın ürəyi qəhrəman oğlu, Talış diyarımın qorxmaz mərd oğlu, süstürdü düşməni, qırdı Pəncəli. Ordumuz düşmənlə döyüşən zaman, o qırdı düşməni, vermədi aman, endirdi zərbəni faşistə hər an, yox etdi düşməni, biçdi Pəncəli. Keçirtdi səngərdə axşam səhəri, faşisti yurdumdan oturtdu geri, qazandı döyüşdə uğur zəfəri, cəsarət dastanı yazdı Pəncəli. Xocalı qisası coşdurdu onu, dağıtdı, məhv etdi faşist ordunu, xalqım qəhrəman tək tanıyır onu, düşməndən qisası aldı Pəncəli. Məramı, niyyəti günəş tək təmiz, vətənə doğmadır xalqıma əziz, məzarı önündə baş əyirik biz, cəsarət dastanı yazdı Pəncəli. Cəsarət dastanı yazdı Pəncəli. Murad Əli Hüseynov, Lerik rayonu, Bradi kəndi.